Manaf, mənə inanmaya bilərsən, amma bir anlıq düşün. Təsəvvür elə, sahildə durmusan, bir qayıq var, sürətlə gəlir, içində də adamlar. Qayıq çox sürətlə axına qapılıb, şəlaləyə doğru gedir. Sən bilirsən ki, biraz irəlidə dəhşətli, böyük bir şəlalə var. Sən qışqırırsan ki, geri dönün. Onlarsa sahilin gözəlliyinə, suyun şırıltısına məst olub sənə gülürlər. Get, işinlə məşğul ol, nə şəlalə deyirlər. Sən onların birazdan uçuruma yuvarlanıb məhv olacağını bilə-bilə sakitcə dayanacaqsan. Əlbəttə ki, xeyr. Lazım gəlsə əlindəki tüfəngi onlara tuşlayıb zorla geri qaytaracaqsan. Bəli, bu zorakılıqdır, amma onların ölümünə sakitcə tamaşa etmək ən böyük alçaqlıq, elə bir cinayət olardı. Mən o çayı da görürəm, o şəlalənin yerini də bilirəm. Sən özün bayaq mənə o uçurumun yerini demədinmi? İndi niyə etiraz edirsən? Mən ki adam öldürmürəm, mən ki fərdə azadlıq adı altında aclıq çəkdirmirəm. Mən sadəcə murdarlığa qarşı çıxıram. Əgər desən ki üsulum səhvdir, düzdür, sərt üsuldur. Amma bu sərtlik mənim qəddarlığımdan deyil, çarəsizliyimdən doğur. Çünki artıq xoşluqla başa düşən bir dünya yoxdur. Əvvəllər insanlar cahil idilər, sözü eşidirdilər. Amma qərbin beyin yuyan manipulyasiyası hökm sürəndə bu zorakılıq yeganə çıxış yolu olacaq. Bax Manaf, yanan evdə Güldanın yerini düzəltmirlər. O evdən insanları xilas etmək üçün lazım gəlsə qapıları balta ilə də sındırırlar. Pəncərələri paramparça edirlər. Can xilas olanda kimsə sındırılan qapı pəncərənin hesabını sormaz. Əgər sən dediyin o gələcəkdə mənəviyyatsız, yalnız həzz arxasınca qaçan heyvanlaşmış bir kütlə yetişəcəksə, demək istənilən tərbiyəvi metod müqəddəsdir. Nə vaxtsa cəmiyyət öz mənəvi yoluna qaydanda bu sərt agentura, bu amansız nəzarət və senzura öz-özünə öləcək. Çünki ehtiyac qalmayanda o xidmətlər də sistemdə sadəcə artıqlıq edəcək. İnsan yetkinləşəndə zəncirlər onsuz da qırılıb düşür. Əgər sən buna totalitarizm deyirsənsə qoy elə olsun. Amma bu siyasi deyil. Bir növ bir mental totalitarizmdir. Yəni çünki məqsəd torpağı yox, insanın həm də ruhunu xilas eləməkdir. Amma bir şeyi unudursan deyə Manaf sözə başladı. Abdullayev, görəsən Allah özü bu totalitarlığa razı olarmı? Sən birini verib digərini zorla alırsan. Zorla, kəşfiyyatla, qorxu ilə iman olmaz axı. Sənin bu etdiklərin Allahın buyruqları ilə kökündən ziddir. Bilirəm, istəyirsən cəmiyyət pozulmasın, insanlıq xilas olsun. Amma kainatın bir qanunu var əzizim. Təsir əks təsirə bərabərdir. Sən insanları nə qədər sıxsan, qadağan etdiyin şeylərə marağı bir o qədər də artıracaqsan. İnsanı qəfəsə salmaqla onu dindar eləyə bilməzsən. Sadəcə daha mahir bir münafiqə çevirərsən və salam. Bu etdiklərin nə ağla batandır, nə də ilahi iradəyə uyğundur. Sən insanı xilas eləmirsən. Sən Allahın insana verdiyi ən böyük hədiyyəni, seçim azadlığını onun əlindən alırsan. Yox, Manaf deyə Abdullayev söhbətə başladı. Orada səhvim var. Əgər mən yeni bir əməvi xilafəti qursaydım, dediklərin doğru olardı. Amma mənim idarəçiliyim quru siyasi izmlərə, məfhumlara yox, birbaşa Qurana, Nəhcül Bəlağıya, Həzrət Əlinin o sarsılmaz prinsiplərinə söykənir. Bəli, düşdüyümüz bu çarəsizlik üzündən bəlkə o tapşırıqların hamısına eyni anda əməl edə bilməyəcəyik. Amma zamanla hər şey öz yerini tapacaq. Zorla iman məsələsinə gəlincə, xeyr, bu zorakılıq deyil, bu tərbiyədir, yeni nəsil yetişdirməkdir. Bax, bir insanı səbəbsiz öldürsən, ömür boyu vicdan əzabı çəkərsən. Ruhun sızlayar. Amma vətəninə düşmən hücum edəndə onun yüzünü də öldürsən, vicdanın sızlamaz. Əksinə qürur duyarsan ki, xalqımı, torpağımı, namusumu qorudum. İndi anla, mənim bu sərtliyim də eyni şeydir. Mən insanımızı xarici manipulyasiyadan, mənəvi işğaldan qoruyuram. Bu zorakılıq deyil Manaf, bu millətin ruhunu müdafiə etməkdir. İnsanlığı qorumaqdır. Mənim qurduğum sistemdə qadınlar artıq ikinci plana atılmayacaq. O köhnəlmiş, ədalətsiz, kişiyə olar, qadına olmaz prinsipi kökündən söküb atacağıq. Əgər cəmiyyət təmiz qalacaqsa, məhdudiyyət hər kəsə eyni anda tətbiq olunacaq. Kişi də etdiyi əxlaqsızlığın bədəlini təcridlə, cəza ilə ödəyəcək. Qadınlar azğınların hədəfinə çevrilməsin. Bizim məqsədimiz budur. Bizim mentalitetin ən böyük yarası olan o bərabərsizliyi mənəvi bərabərliklə əvəz eləyəcəyik. Anla Manaf, biz adi quru bir şəriət qurmayacağıq. Biz səhiyyədə, texnologiyada,
sənayedə və qidada dünyanın mərkəzi olacağıq ki, heç kimdən asıllığımızda qalmasın. Bunun üçün korrupsiyanı və rüşvəti sistemin ən qatı düşməni elan edəcəyik. İnkişafın qarşısını kəsən hər bir əli kəsəcəyik. Sən deyirsən ki, texnologiya insanı azdıracaq. Biz o texnologiyanı tərsinə çevirib sistemin sipərinə çevirəcəyik. Dünyanın hər yerində dəstəksiz qalan ixtiraçıları, parlaq beyinləri tapacağıq. Onlara patent, imtiyaz və azad yaradıcılıq mühiti verib ölkəmizə gətirəcəyik. Dünyanın sahibsiz qalmış bütün beyinləri bu sistemin parçası edəcəyik. Əgər bütün bunları xülya sayırsansa, Manaf, dayandır o düşüncələri. Yadında saxla, Karl Marx və Friedrich Engels kommunizmin təməlini atanda kimsə inanmazdı ki, bu ideya bir gün nəhəng Sovet imperiyasına çevriləcək. 70 il dünyanı titrədəcək az qala və hətta qüdrətli bir çox dövlət Almaniyanı belə çöktürəcək. Görürsənmi, ideologiya nə qədər güclü bir silahdır. Bax, mənim sənə təqdim etdiyim də budur. Bu sadəcə din deyil, bu modern İslamdır. Biz tarixin tozlu səhifələrində qalan deyil, tarixin gedişatını öz əlləri ilə yazan bir güc qururuq. Mümkünsüz görünən hər şey sadəcə ona inanan bir iradənin ortaya çıxmasını gözləyir. Özün düşün, Manaf, sən özün deməmişdin ki, ana balasını, bala anasını tanıyacaq insanların dəmir-dümrə çevriləcəyi o gün gələndə artıq hər şey üçün gec olacaq. Amma indidən tədbir görsək, heç bir təhlükə bizə bata bilməz. O dövr gəlib çatanda biz artıq ağlı başında mənəviyyatı möhkəm bir nəsil yetişdirmiş olacağıq. Bəli, bəlkə o zaman mən olmayacam, amma mənim kötücələrim, onların övladları rahat yaşayacaqlar, əzizim. İnsan texnologiyadan istifadə etsin, amma ehtiyacından artıq yox. Çünki ifrat texnologiya düşüncəni kütləşdirir. Qədimdə insan hər şeyi fiziki əməl edirdi. Beyninə kifayət qədər qan və oksigen gedirdi. İndi isə insanlar o qədər tənbəlləşəcəklər ki, genetik səviyyədə kütləyin bir nəsil formalaşacaq. Biz buna icazə verməyəcəyik. Yeni zehniyyətli insanlar yetişməlidir ki, gələcəkdə kimsə sənin kimi əzilməsin. Sən güya yaxşısan, bütün ömrün ehtiyat içində maddiyyat həsrəti ilə keçir. Təhsilin var, bəs o sənə nə verdi? Heç nə. Çünki insan olduğun üçün əzildin. Amma mənim sistemimdə sən canlı bir xəzinəsən, təbii sərvətsən. Mənə sənin kimi uzaq görən beyinlər lazımdır. Abdullayev bir anlıq susan kimi Manaf söhbətə başladı. Abdullayev, tutaq ki, mən sarsıldım, tutaq ki, sənin bu mənəvi utopiyana inandım. Amma bir şeyi anlaya bilmirəm. Sənin bu qurduğun sistem üçün Allahın bir möcüzəsi lazımdır. Əgər söhbət adi kütlələri qorxu ilə idarə edən standart bir şəriət dövlətindən geçsəydi, anlayardım. Bəlkə buna nail ola bilərdim, bəlkə. Amma sənin bu mücərrət həm texnoloji, həm də ultra mənəvi sistemin necə nəfəs alacaq? De görüm, sən bu modern İslam dediyin məhfumu hansı iqtisadi, siyasi çarxlarla fırladacaqsan? Sənin bu sistemin hansı ideologiyanın qanı ilə bəslənir? Bu mülkiyyəti hər kəsə paylayan sosializmdirmi, yoxsa gücü olan udar deyən kapitalizm? Yoxsa sən tarixin heç bir kitabında yazılmayan insan ağlının hələ kəşf etmədiyi başqa bir izinin peşindəsən? Sənin bu mükəmməl maşının yanacağı nədir, Abdullayev? Bax, Manaf, gəldik məsələnin şah damarına. İllərdir bu sualın üzərində düşünürəm. Hələ də mükəmməlləşdirirəm, hələ davam edəcəm, amma bəzi fikirlərim var. Ona görə də vizyonum aydındır. İstəyirsən sənə də danışa bilərəm. Mən nə tənbəlləri bəsləyən o kör sosializmi, nə də insanların fürsətlərini oğurlayan vəhşi kapitalizmi seçirəm. Mən bu ikisinin arasında ədalətin qılıncı ilə kəsilmiş bir yol qururam. Sosializmin qüsuru nə idi? Tənbəllə çalışan eyni qazanı vururdu. Mənim sistemimdə bu olmayacaq. Kim çox çalışsa, kimin beyni daha çox dəyər yaratsa, o daha yaxşı yaşayacaq. Amma kapitalizmin o doymaq bilməyən inhisarçılığına da icazə verməyəcəm. Mən kapital limitli kapital gətirəcəm. Bir insan müəyyən bir həddə qədər varlana bilər. O həddi keçdisə, artıq topladığı hər qəpik fərdin deyil, sistemin, yəni xalqın, elmin, gələcək nəsillərin inkişafına axacaq. Beləcə heç kim bazarın sahibi olub, başqasının çörəyini də əlindən ala bilməyəcək. Biz var dövlətin bir əldə cəmləşib Allaha çevrilməsinə son qoyacağıq. Bu iqtisadiyyatın deyil, əxlaqın idarə etdiyi bir bazardır. Bax, əzizim Manaf, kapitalizmin ən böyük və ən qanlı yarası o ifrat yığılan sərvətdir. Təsəvvürlə bir adam o qədər çox böyük kapital yığır ki,
Sanki ətrafında hər şey udan nəhəng bir burulğana çevrilir. O varlandıqca burulğanın gücü artır. Gücü artdıqca yan yörəsindəki bütün fürsətləri, bütün imkanları öz mərkəzinə doğru sovurur. Sonda nə baş verir? Nəhəng bir varlığı və onun kölgəsində fürsətləri uğurlanmış, nəfəsi kəsilmiş minlərlə insan. İndi anla, əgər o adama ağlabatan bir kapital limiti qoyulsaydı, o burulğan da yaranmazdı. O enerji, o kapital ətrafa sızar, başqalarına da fürsət tanıyardı. Bir nəfərin sonsuz lüksü deyil, 100 nəfərin işi, aşımı və gələcəyi olardı. Mənim sistemimdə kimsə fürsət uğursuna çevrilə bilməz mənə. Mən burulğanları dayandırıb hər kəsə nəfəs alacağı bir sahə verirəm. Manat, bu sistem hər kəsi eyni qəlbə salan o kör sosializmdə deyil. Bəli, vətəndaşın limitə çatanda dayanması təmin olunacaq ki, o burulğana çevrilib başqasına fürsətini udmasın. Amma bu limit hər kəs üçün eyni olmayacaq. Biz ədaləti bərabərlikdə yox, layiqlikdə axtarırıq. Hər bir vətəndaşın statusuna, cəmiyyətə verdiyi töhfəyə, daşıdığı məsuliyyətə görə limit olacaq. Sadə vətəndaş üçün insani ehtiyaclarını və ləyaqətli həyatını təmin edəcək ümumi bir kapital həddi təyin olunacaq. Amma kimsə elmdə, texnologiyada və ya dövlət idarəçiliyində daha böyük yükün altına girsə, onun hərəkət sahəsi də genişlənəcək. Biz insanları sadəcə pul yığmaq üçün deyil, status qazanmaq və xidmət etmək üçün yarışdıracaq. Kapital limitsiz deyil. Amma ləyaqət və xidmət sərhədsizdir. Maraq, bu sistemdə heç kim hər yerdə olan, amma heç yerdə olmayan o tamahkar burulğanlarına çevrilə bilməz. Bir adam çay fabrikinin müdürüdürsə, onun yeri sənayedir, şəhərdir. O adam gedib kənddə heyvan saxlayıb, kəndinin ruzisinə ortaq ola bilməz. Şəhərli kəndlinin, kəndi də şəhərlinin işinə müdaxilə edə bilməyəcək. Hər kəs öz sahəsində peşəkarlaşacaq. Hər kəs öz cığırı ilə gedəcək. İnsan bir neçə işlə məşğul olub hər yerdən pay qopara bilməz. Əgər sahəsini dəyişmək istəyirsə, əvvəlki işindən tamamilə əl çəkməlidir. Biz inhisarçılıq dediyimiz o canavarın dişlərini belə sökürük. Heç kimə eyni anda bir neçə qapını tutmağa icazə vermirik. Beləcə sənayeçinin, torpaq isə kəndlinin olacaq. Hər sahənin öz sahibi, hər sahibin öz məsuliyyəti olacaq. Manaf, anla ki, bu sistemdə durğunluq yoxdur, hərəkət var. Sadə vətəndaş öz kapital limitinə çatdıqda qarşısında iki yol görəcək. Ya o həddə dayanıb firavan və sakit həyatını yaşayacaq, ya da zəkasını və iradəsini işə salıb statusunu qaldıracaq, kiçik sahibkar həddinə ucalacaq. Amma burada bir şərtimiz var, o daha çox qazanmağa başladıqca qazancından müəyyən bir faiz ayrılacaq. Lakin bu pul dövlətin o qaranlıq dibi görünməyən büdcəsinə getməyəcək. O pul birbaşa xalqa, öz işini qurmaq istəyən digər insanlara fürsət tanıyacaq, onlara xərclənəcək. Biz varlığının artıq qalan kapitalını sənaye və zəka toxumuna çevirib torpağa səpirik ki, yeni sahibkarlar, yeni beyinlər yetişsin. Bu kapitalın burulğanı deyil, kapitalın dövriyyəsidir. Birinin müvəffəqiyyəti digərinin imkanına çevrilir. Biz beləcə sərvəti bir əldə dondurmuruq, onu millətin qan dövranına buraxırıq. Qulaq as, biz torpağı, o müqəddəs kənd təsərrüfatını tamamilə sadə insanların ixtiyarına verdik. Niyə? Çünki əgər o kapital limiti olmasa, şəhərdəki varlılar, əlində güc olan məmurlar gedib kəndin ən bərəkətli yerlərini zəbt edəcək, kəndli öz yurdunda nökərə çevriləcək. Mən buna icazə vermərəm. Dövlət yeraltı sərvətləri və şəhər sənayesini hələlik öz nəzarətində saxlayacaq, bəli. Amma bu əbədi deyil. Zamanla statusu qalxan, öz zəkası və zəhməti ilə pillə atlayan vətəndaş gəlib o zavodları nə vaxtsa özəlləşdirə bilər. Doğrusu bunun üzərində hələ düşünürəm. Amma hələlik qənaətim budur. Sonradan əlavələr də eləyə bilərəm, dəyişdirə də bilərəm. Hər nəysə. Amma hər pillədə yeni bir limitlə qarşılaşacaq. Sən ucaldıqca sənin məsuliyyətin də artır, səddin də dəyişir. Biz kör təbii varlanmağa, bir adamın milyonları yığıb minlərlə vətəndaşın çörəyinə mane olmasına yox deyirik. Bizim sistemimizdə varlanmaq başqasının yolunu kəsmək deyil, başqasına da yol açmaq deməkdir. Allah manaf, kapitalizmdə bir adamın varlanması hüdudsuzdur. Orada bir nəfərin zirvəyə qalxması minlərlə insanın dərədə kasıb qalması deməkdir. Mən varlanma demirəm.
Mən paylaşaraq ucal deyirəm. Varlanmaq istəyirsən buyur. Amma sən hər pilləyə qalxdıqda sənin kimi ucalmaq istəyən o sadə insanların iş qurması üçün birbaşa fonda haqqını verəcəksən. Sadə vətəndaş statusundan çıxıb sahibkar olacaqsansa, o qapının açarı başqasına əl tutmaqdır. Vermək istəmirsən, o zaman olduğun yerdə dayan. Kapital yığmağını kəs. Biz sosializmlə kapitalizmin ortasında elə bir yol açırıq ki, burada hər kəsə yer var. Amma bir şərtlə, alim alimliyini eləyəcək, fermer torpağını əkəcək, sənayeçi öz zavodunu işlədəcək. Heç kim bütün sahələri əlində cəmləyib xalqın nəfəsini kəsə bilməz. Bizim qapımız yalnız elm adamlarına, xarici investorlara və bizə zəka gətirənlərə sonuna qədər açıqdır. Onlara güzəştimiz var. Çünki bizim ən böyük sərvətimiz neft deyil, beyindir. Maraq, mən hüdudsuz kapitalizmin o vəhşi iştahasına yox deyirəm. Bir adamın həm qanun yazan əli, həm torpağı əkən traktoru, həm də zavodu işlətən çarxı eyni anda tutmasına dur deyirəm. Bu inkişaf deyil. Bu digər minlərlə insanın ruhsunu udan bir qara dəlikdir. Bizim dünyamızda sərhədlər poladdandır, manav. Alim öz laboratoriyasında elmin zirvəsinə ucalacaq. Fermer öz tarlasında bərəkət bitirəcək. Sənayeçi isə öz zavodunda gələcəyi toxuyacaq. Heç kim başqasının nəfəsini kəsib onun günəşini örtməyəcək. Biz buna sektoral intizam, daha doğrusu sektoral izolasiya deyirik. Varlanmaq mı istəyirsən buyur. Amma ucaldıqca arxanda qalanlara pilləkən olmalısan. Sən statusunu qaldırıb sərvətini artıranda o qazancın bir hissəsi birbaşa o sadə vətəndaşın, o gənc mühəndisin, o ümidli fermerin iş qurması üçün ayrılan müqəddəs bir fonda axacaq. Sənin varlılığın başqasının yoxluğu üzərində qurulmayacaq. Dövlət yeraltı xəzinələrin keşişçisi olacaq. Torpaq isə torpaq kəndinin namusudur. Onu heç bir şəhərli baronun, heç bir məmurun ayağına vermərəm. Biz bir sistem qururuq ki, orada hər kəs öz zəhmətinin, öz əzminin rəngində yaşasın. Bu sadəcə iqtisadiyyat deyil, bu insanlıq müvazinətidir. İcazə versəydin, manifestimi deyərdim. Maddə 1. Sektoral izolasiya, sərhədlərin toxunulmazlığı. Hər bir vətəndaşın fəaliyyəti yalnız seçdiyi bir iqtisadi sosial sektorla, elm, sənaye, kənd təsərrüfatı və dövlət idarəçiliyə məhdudlaşır. Siyasi güc sahibi ticarətlə, sənaye nəhəngi isə torpaq mülkiyyəti ilə məşğul ola bilməz. Məqsəd inhisarçılığı və burulğan yaradan o güc mərkəzləşməsini kökündən kəsməkdir. Maddə 2. Pilləli kapital və keçid limiti. Fərdi mülkiyyət və varlanma azadlığı qorunur. Lakin hər iqtisadi pillənin, yəni statusun öz yuxarı kapital həddi var. Bir pillədən digərinə keçmək istəyən hər bir sahibkar topladığı artıq kapitalı birbaşa vətəndaşın ilk addımı fonduna köçürməlidir. Məqsəd varlığının müvəffəqiyyətini yeni iş quran sadə vətəndaşın startup kapitalına çevirməkdir. Maddə 3. Torpaq və kəndli namusu. Ölkənin kənd təsərrüfatı torpaqları yalnız və yalnız kəndli statusuna malik şəxslər tərəfindən istifadə oluna bilər. Dövlət məmurlarının və iri sənayeçilərin torpaq zəbt etməsi qəti qadağandır. Məqsəd kəndlinin öz yurdunda nökər olmasının qarşısını almaq və ərzaq müstəqilliyini təmin etməkdir. Maddə 4. Strateji nəzarət və intellektual güzəşt. Yeraltı sərvətlər və karbohidrogen yataqları bütövlükdə dövlətin nəzarətində qalaraq xalqın ümumi rifahına, infrastrukturuna, təhlükəsizlik və bir sıra sosial müavinətlərə xidmət edir. Elm adamlarına, ixtiraçılara və ölkəyə texnologiya gətirən xarici mütəxəssislərə xüsusi status və vergi güzəştləri tətbiq olunur. Məqsəd maddi sərvəti intellektual inkişafın xidmətinə verməkdir. Maddə 5. Əzmə görə qazanc. Hər bir vətəndaş öz zəkası, əzmi və istedadı daxilində inkişaf etmə imkanına malikdir. Dövlət sadəcə meydandakı ədaləti, rəqabəti qoruyan bir hakimdir. Heç kim başqasının fürsətini oğurlaya bilməz. Abdullayev bir anlıq susduqdan sonra manav söhbətə başladı. Yaxşı Abdullayev, bura qədər hər şey bir nağıl kimi gözəl səslənir. Amma sən reallıqdan tamamilə qopmusan əzizim. Biz artıq kapitalizmin o nəhəng çarxlarının içinə girmişik. Dünya bu yolla gedir. İndi sən gəlib deyirsən ki, hər kəs bir küncdə dayansın. Kim buna razı olaraq Abdullayev? Hansı varlı, hansı güc sahibi öz qazancından pay kəsib sən ona xəyali fonduna könüllü pul təkər?
Kim razı olar ki qazancı artdıqca sən onun qarşısına dur deyib sədd çəkəsən. Sən insana, sən yalnız sənayecisən, kəndə baxa bilməzsən deyirsən. Bu insanın azadlıq instinktinə, onun bitmək bilməyən tamahına ziddir. Heç dünya təcrübəsində də belə bir sistemin izi tozu yoxdur deyəsən. Belə yoxdur, yox, bu yoxdur. Sənin bu nəzəriyyən bir laboratoriya icadıdır, əzizim. Kağız üzərində parıldayır, amma küçədə, bazarda, həyatın özündə bu sadəcə bir illüziyadır. Demənə Abdullayev, bu qeyri-mümkün divarın qarşısında sənə kim dəstək verəcək? Bu qədər varlıların, bu qədər güclünün marağını tapdalayan bir sistemə kim hədiyyə ki, sən bir dahi olduğunu düşünürsən, yoxsa sadəcə yolunu azmış bir xəyalpərəstsən? Abdullayev söhbətə başladı. Manav, sən okeanın o tayındakı tornadoları görmüsən, əzizim. O nəhəng burulğanlar, onların keçdiyi yerdə nə ev qoyur, nə də ümid. Hər şeyi sovurub öz mərkəzinə çəkir. Ətrafını isə viranəliyə qərq edir. Bax, sənə azadlıq deyə, sənin azadlıq deyə sırdığın o şey, o hüdudsuz kapitalizm məhz elə həmin tornadodur. Varlı varlanır, amma necə? O təkcə pul yığmır, manav. O ətrafındakı minlərlə insanın fürsətini, torpağını, quracağı işi, uşağının gələcəyini də öz burulğanına qatıb udur. Sən buna inkişaf deyirsən, mən isə buna oğurluq deyirəm. Bir nəfər gövdələn tiksin deyə minlərlə insan öz yurdunda nökər qalmalıdır. Mən vergi yığmıram, manav. Vergi məmurun iştahasıdır. Xalqın ruhsu deyil. Mən limit qoyuram. O burulğan böyüyüb başqalarını boğmasın deyə onun enerjisini birbaşa xalqın damarlarına, vətəndaşın qalxım fonduna yönəldirəm. Sən deyirsən ki, kim razı olar? Mən sənə deyim ki, o tornadonu sovurub atdığı milyonlarla miskin insan razı olar. Sən elə bilirsən, insanlar sürünməkdən zövq alır. Valodiya bizə hamımız bərabər olacaqsınız dedi. Bizi bərabər səviyyədə süründürdü. Bizim ruhumuzu öldürdü. Amma mənim sistemim sürün demir, qalx deyir. Kasıblar çoxdur, manav. Varlı isə az. O burulğanlarla imkan verən qanunları insanlar yazıbsa, onların qarşısına da bənd çəkən o qanunları da elə bu xalqın özü yazacaq. Çünki onlar artıq nökər olmaqdan yox, öz əzimləri ilə ağıl olmaqdan başqa yol görmürlər. İndi de mənə, manav, hər gün boğazındakı çörəyi alınan adam ona o çörəyi geri qaytaran sistemə niyə dəstək verməsin ki? Bu nəzəriyyə deyil, bu boğulan adamın son nəfəsidir. Sən hələ də anlamırsan, biz insanları idarə edən o soyuq, ruhsuz dövlət maşını deyilik. Biz o maşının dişli çarxları arasında əzilən ədalətin keşikçisiyik. Dünya hara gedir, görmürsən, insanı öz təbiətindən qoparıb, onu rəqəmlərin quluna çevirmək istəyirlər. İnsanı post-insan etmək istəyirlər, onu ruhundan soyundurmaq istəyirlər. Bizim bütün mübarizəmiz buna qarşıdır. Biz deyirik ki, insan bir alət deyil, insan məqsədin özüdür. Mən niyə kəndliyə torpağını qaytarıram? Çünki o torpaq onun köküdür. İnsanlığını hiss etdiyi yerdir. Mən niyə alimi ucaldıram? Çünki onun zəkası bu dünyanın işığıdır. Mən niyə varlığının qazancını fona yönəldirəm? Çünki o pul başqasının insanlıq ləyaqətini qaldırmaq üçün bir vasitədir. Bizim qurduğumuz bu nizam insanı qorumaq üçün çəkilmiş bir səddir. Biz dövləti Allahın yerinə qoymuruq. Biz dövləti insanın xidmətinə, ədalətin keşikçiliyinə təyin edirik. Çünki ədalət ölsə, insanlıq da ölər. İnsanlıq ölsə qalan hər şey sadəcə metal və toz parçasıdır. Abdullayev, sən xəyallarında bir cənnət qurursan. Amma unudursan ki, biz cəhənnəmin qapısında yaşayırıq. O böyük dövlətlər sənə imkan verərmi? Onlar sənin bu yeni nizamını bir saniyədə boğurlar. Xəyalpərəst. Sən deyirsən ki, müstəqillik mən deyirəm. Sən deyirsən ki, müstəqillik mən deyirəm, xilas yoxdur. Sovetlər getsə də yerində Rusiya kimi bir əcdaha qalıb. Onun nəfəsi sənin ənsəndədir. Sən istəsən də istəməsən də onlara tərəf meyl eləyəcəksən. Onların əlində bir alətə çevriləcəksən. İnsanları yağışdan çıxarıb yağmura salacaqsan, Abdullayev. Sənin o modern İslamın, o insanlıq kişiciliyin ilahi, absurd. O nəhəng dişlərin arasında necə sağ qalacaq? Heç cür. Sən sadəcə növbəti bir qurban olacaqsan.
Abdullayev söhbətə başladı. Manav, sən hələ deyə bilirsən ki, dövləti tanklar və raketlər qoyur. Xeyr, dövləti o dövlətin içində özünü insan və sahib hiss edən xalq qoyur. Sən Əfqanistana bax Manav, o nəhəng Sovetin beləsi niyə orada batıb qaldı? Niyə o orada boğuldu? Çünki qarşısında bir ordu yox, dirənən bir ruh gördülər. Sən deyirsən yıxarlar. Bəli, ac, ehtiyac içində olan, öz dövlətindən nifrət edən, məmurun zülmündən boğulan xalqı yıxmaq, o dövləti dağıtmaq çox asandır. Çünki o xalqın itirməyə heç nəyi yoxdur. Yəni nəyi qoruyacaq ki? Amma mənim sistemimdə hər kəndli öz torpağının ağasıdır, öz torpağının ağasıdır. Hər gənc öz işinin sahibidir. Sən öz mülkünü, öz ləyaqətini, öz ruzunu qoruyan bir adamı hansı ordu ilə diz çöktürə bilərsən ki? Mənim məqsədim xalqı sadəcə doydurmaq deyil, onu məmnun və güclü etməkdir. Xalq dövlətin arxasında deyil, dövlət xalqın onurğasında duranda o dövlət yenilməz olur. O böyük dövlətlər gəlib bizə toxunmağa qorxacaqlar. Bilirsən niyə? Çünki bizim qurduğumuz bu ədalətli nizam onların öz xalqları üçün də bir ümid işi olacaq. Onların vətəndaşları bizə baxıb soruşacaqlar, niyə bir kəndli öz taleyinin sahibidir? Amma mən bu nəhəng sistemin quluyam. Bax, əsl qələbə budur Manav. Biz sadəcə özümüzü qorumuruq. Biz bir ibrət yaradırıq. Dostumuz da olacaq, tərəfdarımız da. Çünki ədalət elə bir dildir ki, onu hər kəs anlayır. Biz yıxılmayacağıq. Manav, biz yıxılmağa məhkum olan o köhnə və vəhşi sistemlərin içində dirilik adası olacağıq. Manav söhbətə başladı. İlahi, aman Allah, sakit olun Abdullayev. Özünüzə gəlin. Sizin nə sisteminiz var, nə də o sistemi qoruyacaq xalqınız. Siz sadəcə dinə yaxın, xəyalpərəst bir adamsınız. Siz bu böyük sistemin sahibi deyil, onun sıradan bir vətəndaşısınız və heç vaxt da o sahib olduğunuz dünya qurulmayacaq. Anlamırsınız, insanlar əvvəl-axır o dəmir dümrə çevriləcək. Bir maşın olacaqlar, əxlaq dönəcək, mənəviyyat da bitəcək. Bəlkə kötücəniz də sizin kimi xəyalpərəst olacaq. Bu ağılla inanmıram sizdə bir dəyişiklik olsun. Amma bütün bunlar sadəcə kağız üzərindəki rənglərdir. Düzdür, böyük xəyaldır. Bəlkə də tarixin ən möhtəşəm xəyalıdır, amma yenə də xəyaldır. İnsan hələ öz kiçik arzularını reallaşdıra bilmir. Sən isə gəlib dinlə siyasəti birləşdirib, milyonların gələcəyini formalaşdırmaqda danışırsan. Bu absurddur Abdullayev, bu sadəcə imkansız bir arzudur. Özünü üzmə dostum, hər şey düzələcək, sən yaxşı olacaqsan, amma anla ki, bu dediklərin sadəcə bir arzudur. İnsanın ürəyi isə arzular qəbirstanlığıdır. Abdullayev, böyük arzular adamı kiçik reallıqların hüzurundan da məhrum edir. Sən də mənim kimi et, arzulamağı burax. İnan mənə, bizim kimi balaca adamlar ancaq arzulamağı buraxanda bəlkə xoşbəxt olmasalar da ən azından bir rahatlıq tapırlar. Hə, sən mənə nisbətən çox oxumusan. Fəlsəfəni bitirdin, işində irəli getdin bəlkə biraz. Amma bu din, bu inanc səndə dərin bir yara açdı Abdullayev. Bax, budur nəticəsi. İndi dünyanı xilas etmək xəstəliyinə tutulmusan. Amma dost acı deyər. Düz deyər, əsas odur. Abdullayev, sən balaca adamsan. Balaca adamların isə xəyalları da özləri kimi balaca olmalıdır. Bu böyük yükün altında əzilməkdən sən mənim kimi sadəcə sürünməyə bax. Yəni mən sürünürəm, sən yaşamağına bax. Manav, deyə Abdullayev söhbətə başladı. Sən hələ də nəysə, daha sənə demək sözüm yoxdur, amma insanın böyüklüyünü onun sosial statusu, cibindəki pulu və ya tutduğu vəzifə təyin etmir. İnsanın ürəyində daşıdığı niyyətin mahiyyəti böyüdür. Sənin bütün dəyərin, bütün hədəfin bir neçə rubulluq maaşındır, vəssalam. Yəni, əzizim, sənin bu dünyadakı qiymətin elə o rubullardır. Sən o kağız parçasından daha artıq deyilsən. Mənə gəldikdə isə mən balacadan deyiləm, çünki mən daha çoxunu istəyirəm. Amma o çoxu özüm üçün yox, öz boğazım üçün yox, öz balamın çörəyi üçün yox təkcə. Bu xalqın, bu bədbəxt insanların gələcəyi üçün istəyirəm. Mənim niyyətim insanlığın xilasıdır. Sənin gözündə dünya bir neçə rubuldur. Yəni, daha mən sənə nə deyim ki? Amma mənim qiymətimin o rubullar yox, ilahi təyin edir. Sən rubulluq, manatlıq adamsan. Mən isə ədalətin keşikçisi olmaq istəyirəm. Bunu qürurumdan yox, insanlara halım ya, canım yanır, ona görə deyirəm, ona görə etmək istəyirəm. İndi de mənə, kimdir balaca adam? Mənə
Manav söhbətə başladı. Mənə bir neçə rubl deyirsən, alçaq. Abdullayev, mənim balaca olmağım ondandır ki, mən həyatda gördüyüm qədər böyümüşəm. Nə görmüşəm ki, mən axı. Sənin evində işıq yanır, masanda çörəyin var, maaşın vaxtında gəlir. Sənə böyük xəyallardan danışmaq asandır. Əclaf itoğlu. Amma mənim dünyam başqadır Abdullayev. Mən hələ məişət problemlərimin altında əzilirəm. Sən isə xəstəhal fikirlərinlə dünyanı xilas etməkdən dəm vurursan. Mən özümü xilas edə bilmirəm Abdullayev. Sabah uşaqlar gələcək. Evdə ruzi gözləyəcəklər. Dünyam qaralacaq onda lənət şeytana. Yoldaşım mənə acıyan baxışlarla bir şans da verəcək. Sən isə mənə bir neçə rubl qiymət qoyursan. Gəl mənim yerimdə ol. Mənim ayaqqabılarımı giyin. O palçıqda bir gün addımla, sonra mənə qiymət biç. Sən buna bir bax. Sən bəlkə də heç imanlı da deyilsən. Bəli, həqiqi iman sahibi belə təkəbbür göstərməz. Bu mənəmlik İslamda fəlakətdir. Sən isə özünlə övünüb məni aşağıladın. Əslində bu sənin öz kiçikliyindir. Sən isti yerdəsən, maddi dərdin yoxdur, ailən qaydasındadır. Ona görə belə Allaha bağlısan. Bəlkə mənim yerimdə olsaydın, küfürü elə sən eləyərdin. Səndə hər şey o qədər qaydasındadır ki, bekarçılıqdan əl çatmaz xəyallar qurursan və özünü böyük adam hesab edirsən. Xeyr Abdullayev. Sən sadəcə öz dünyanda azmısan. Sən sadəcə buludların üzərində dumanlanmısan. Nə qəribə adamlarsınız. Biraz imkanınız olan kimi dərhal namaza niyaza başlayıb Allah bəndəsi olursunuz. Sonra da ətrafınıza kafir gözü ilə baxmağa başlayırsınız. Sizin bu dindarlığınızın yeganə faydası odur ki, narkotikdən, içkidən, pis vərdişlərdən, qonşunun arvadına, qızına baxmaqdan uzaq qalırsınız. Bəli, bu dünya üçün faydalıdır. Mən buna minimum dindarlıq deyirəm. Amma Abdullayev de görün bunun ölümdən sonraki həyata bir faydası varmı? Nə bilirsən, bəlkə Allah sənin namazlarını heç hesaba almır da. Bəlkə elə indi mənə bir neçə rubl deyib qiymət biçməklə, yuxarıdan aşağı baxmaqla bütün ibadətin puçu oldu, hə? Sən Allahın nizamını əlinə alıb mənə hökm kəsirsən, alçaq. Amma unudursan ki, təkəbbür ibadətin qatilidir. Mən sənə dünyanın gedəcəyi o qaranlıq sonu dedim Abdullayev. Bunu mən uydurmuram. Bunu bütün uzaq görən adamlar deyirdi. Pis əməllərin cəzası təkcə cəhənnəm deyil. Onların doğurduğu o iyrənc nəticələrdir. O liberalizm dediyin azadlıq gətirib elə radikal markiz desatlar çıxaracaq ki, bütün əxlaqı, bütün müqəddəsliyi ayaqlar altına atacaqlar. Biz görməsək də nəvələrimiz o lənətə şahid olacaq. Amma bilirsən nədir? Mənim dünyam o böyük xəritələrdə deyil. Mənim dünyam balaca qızımla bitir. Mən yalnız onun üçün yaşayıram. Dəryanurum üçün. Yalnız onun üçün çabalayıram. Gələcək mənim vecimə də deyil, cəhənnəm olsun da. Çünki o gələcəkdə heç kimin vecinə mən olmayacam. Niyə mən özümü unudulacaq bir gələcək üçün fəda etməliyəm? Qoy caydırsınlar Abdullayev, burax başlarını. Yadda saxla Abdullayev, bu danılmaz həqiqətdir. Hər nəsil özündən əvvəlkinə cahil, geridə qalmış gözü ilə baxır. Biz keçmişə sadəlöv deyib gülürük. Sabah da bizə avam deyəcəklər. Ona görə də cəhənnəm olsun o gələcək. Mən ondansa əlimdən gələn edib o balaca mələyimlə vaxt keçirirəm. Bu dünyada məni həqiqətən adam hesab edən yeganə varlıq elə odur. Allah bizə kömək olsun. Allah özü indi bizi qorusun. Vaxtı gələndə isə o gələcəkdəkiləri qorusa da, qorumasa da özü bilər. Çünki onlar mənim vecimə də deyil. Abdullayev, sən kainata dinlə, əxlaqla, emosiya ilə baxırsan. Amma mən riyaziyyatla baxıram. Anla kainatda entropiya olduğu kimi insanda da biyoloji entropiya var. Millətlərin qarışması, metisləşmə, fiziki əməkdən qaçış, dərmanlar, viruslar, bunların hamısı bizim genetikamızı yiyib bitirir. Nüvə reaktorları, karbon emissiyası, radiasiya, insanlar getdikcə axmaqlaşır. Təkcə işə ilahiyyatla baxma, başqa şeylərlə də, tibbi tərəfdən də baxmağa çalış. Bədənimiz xəstəliklər qarşısında aciz qalır. Amma ən dəhşətlisi bu deyil. Bir gün gələcək ki, ya zərurətdən, ya da hansısa radikal bürokratın zoru ilə insan fiziologiyasına müdaxilə ediləcək. Posthumanizm bir ideologiya çevriləcək. Sən mümkün deyil deyirsən.
Hitler'i düşün. Milyonlarla insanı Alman xalqı değil, o sistemin başına keçmiş bir neçə adam öldürdü. Sabah bütün dünya dövlətləri birləşib bir qərar verəcək. Ya posthumanizm ya da məhv olmaq. İnsanlar daha güclü, daha ölümsüz olmaq üçün ruhlarını o dəmir dümrə satacaqlar. Və o gün ruh deyilən şey susacaq. Allah, din, əxlaq hamısı mahiyyətini itirib xurafata çevriləcək. Yəni əzizim, insan Allahın nəyin bahasına unudursa, bəla da məhz ondan gələcək. Mən sənə konspirologların ucuz nağıllarından danışmıram Abdullayev. Uçan boşqablar mənim nəyimə gərəkdir? Mən sənə riyaziyyatdan, məntiqlə danışıram. O qurulacaq gələcəkdən nə sən varsan, nə də sənin övladın. Orada sadəcə bir vahid var. Sənin kimi adamlar isə sadəcə bu qaçılmaz gedişata mane olur. Amma onlar nə edəcəklər? Əgər bir şeyi zorla etdirə bilmirlərsə, onu etməyin zəruri olduğu bir vəziyyəti yaradacaqlar. Səni elə bir küncə sıxacaqlar ki, yaşamaq üçün o dəmiri bədəninə qəbul etməyə özün yalvaracaqsan. Hələ bu harasıdır? Elə bir zehniyyət yetişəcək ki, sənə ən böyük rəzalətləri, ən ağır əxlaqsızlıqları azadlıq adı ilə halal bilsinlər. Mümkün deyil demə. Kapitalizm cibə, liberalizm isə bədənə ifrat azadlıq verir. Bu ikisi birləşəndə sərhəd itir Abdullayev. Əgər cibin və bədənin azadlığı üçün heç bir limit yoxdursa, deməli insanlığın da bir sonu yoxdur, uçurumu var. İnsan övladına hər şeyi elətdirəcəklər. Çünki sənə istədiyini et dedikləri gün əslində sənə insan olmaqdan çıx deyirlər. Başa düş Abdullayev, dünyanı hansısa uzaqdan gələn tək gözlü bir mifoloji məxluq məhv etməyəcək. Hər kəs özü ayrı-ayrılıqda bir dəccala çevriləcək. Sənə gələcəyin tənliyini deyirəm, yaz bir kənara. Super texnologiya, plus elm, plus kapitalizm, plus da liberalizm. İndi bu dördünü sintez elə. Gör ortaya nə çıxır. Ortaya çıxan şey ifrat fərdiyyətçilik və ilahi sərhədlərin yox olmasıdır. İnsan özü özünün tanrısı olmaq istəyəcək. Hər kəs öz ekranının arxasında tək gözü ilə dünyaya baxacaq və özündən başqa heç kəsi görməyəcək. Sənin o xalq dediyin birlik dediyin şey bu tənliyin içində əriyib yox olacaq. Dəccal gəlməyəcək Abdullayev, Dəccal bizik. Sadəcə hələ tam yüklənməmişik. Hər nəysə Abdullayev, insanoğlu ölümsüzlüyü tapdığı gün ilahi sistem onun gözündə öləcək. Çünki ölüm yoxdursa Tanrıya da ehtiyac yoxdur. Bax, özün fikirləş. Bizi o cansız maşınlardan ayıran nədir? Biz dəmir deyilik, sıxem deyilik. Biz ətik, qanıq, sümük. Amma təsəvvür elə, biz yavaş-yavaş dəmirə çevrilik. Sıxemlərlə işləyən bir mexanizmə dönürük. Bu birdən-birə olmayacaq. Bu eyni ilə Teseyin gəmisi kimi olacaq Abdullayev. Hər dəfə bir hissəmiz dəyişəcək. Misal üçün, gəl belə deyək, bir gün ürəyin, yəni mən bunu həm həqiqi, həm də məcazi mənada deyirəm Abdullayev. Bir gün ürəyin yerinə bir süni nasos, sabah yaddaşının yerinə bir sıxım, bir gün gözünün yerinə bir kamera, sonda o gəmidə əvvəlki taxtadan əsər əlamət qalmadığı kimi, bizdə də insandan əsər əlamət qalmayacaq. De görüm o gün gələndə o dəmir yığının içində ruh dediyin o şey harada gizlənəcək? Səni o gün kim namaza çağıracaq? Kimi namaza çağıracaqsan? Sıxemlərini yoxsa paslanmış dəmirlərini, hə? Mənə mümkün deyil demə Abdullayev. Teseyin gəmisi paradoksu sadəcə bir fəlsəfə deyil. O ilə mənim dediklərimin bir tərifidir. Təkamülə bax, bitkilər, ağaclar, viruslar, hər şey yavaş-yavaş, hissə-hissə dəyişir. Sən elə bilirsən, sənin o ruhun toxunulmazdır. Sənin hər şeyin o bir neçə 100 qramlıq beynin, o qramlıq beynindədir Abdullayev. Alimlər artıq 100 ildir ki, ölmüş insanların beynini oğurlayıb üzərində təcrübə aparırlar. Sən elə bilirsən ki, o ağ xalatlı alçaqlar hamısı nurlu gələcək üçün çalışır. Xeyr, o tədqiqatlar xəstəlikləri sağaltmaq üçün yox, dövlətlərin kəşfiyyatı üçün insanı bir alət kimi idarə etmək üçündür. Amma ən dəhşətlisi nədir bilirsənmi? Biz ömür boyu rahatlıq istəyirik, eləmə. Əslində o istədiyimiz rahatlıq Abdullayev, o Allahlıq istəyidir. İnsan həqiqətən də Allah olmaq istəyir. Amma bunu istədiyini özü də bilmir. Bir şeyi arzuluyursan, amma onu arzuladığını
Amma onu arzuladığını dərk etmirsən. Bax, fəlakət budur. İnsan ölümsüzlüyü tapıb öz taxtını qurmaq istəyir. Amma unudur ki, o taxta çıxanda artıq insan olmayacaq. Sən dini modernləşdirməkdən danışırsan, Abdullayev. Amma başa düş, gələcək Allahdan heç nə istəməyəcək. Gələcəkdəki insanlar Allahdan heç nə istəməyəcək. Onlar özləri Allah olmaq istəyəcəklər. Onlar üçün nə əxlaq var, nə də din, nə də tanrı. O böyük boşluqları yalnız elmi texnoloji güclə dolduracaqlar. Bir insan təsəvvürlə ki, zaman və məkan sərhədi tanımır. Yüzlərlə il yaşamaq ümidi var. Sən ona nə ilə təsir edə bilərsən ki? İnsanlar niyə Allaha inanır bilirsən? Çünki ölümsüzlük hələ icad olunmayıb. Adamlar fərqində olsalar da, olmasalar da Pascal'ın variantına uyurlar. Hər ehtimala qarşı inanım ki, o dünyada yanmayıb. Amma bir adam ki, mən ölməyəcəm deyir, onun nəyinə gərəkdir inanc? Bizə baxma, biz hələ keçid dövrüyük. Amma onlar bizə baxıb xurafatçılar deyə güləcəklər. Necə ki, biz 1000 il əvvəl ildırıma Allahın qəzəbi kimi baxanlara gülürük. Onlar da bizim həyat tərzimizə, dualarımıza baxıb güləcəklər. Görüm hamısını lənətə gəlsin alçaqlar. Bəlkə də bizi bu qədər aciz olduğumuz üçün söyəcəklər də. Mənə demək ki, səhv eləyirəm Abdullayev. Əgər mən səhv eləyirəmsə, deməli Quran da səhv eləyir. Hədislərdə var. Hədislərdə, Quranda var bunlar. Allahın özü dünyanın bu halından danışmırmı? Peyğəmbər bu günləri xəbər verməyibmi? Mənim sözlərim təkcə filosofların deyil, həm də o müqəddəs zatların təsdiqidir. Onların sözləri ilə də təsdiq olunub. Bəli, biz Allahdan gəlmişik, ona da qayıdacaq. Amma gələcəkdəkilərin məqsədi başqa olacaq. Onlar Allahlıq yarışına girəcəklər. O tərəzidə insan ruhu yoxdur Abdullayev. Orada sadəcə sxemlər var.